Nə qarsan, hə? Sən utanmısan oğurluq edirsən. Hələ bir saxtalığım göz yaşda dörsən mənə. Kimsən sən? Əmi, atam rəhmətə gedib, anam da ağır xəstədir. Baxanımız yoxdur, harada gedirəm uşağım işə götürmürlər. Nə olar bağışla əmi? Anan ağır xəstədir, atan rəhmətə gedib. Bəli əmi. Səndən başqa uşaq var evdə? Yox əmi, evin tək uşağıyam. Bəs sizə kim baxır evdə? Heç kim baxmır onda? Heç kim baxmır, hamıdan kömək istəmişəm, heç kim baxmır. Mən əvvəl elə bildim, oğruzatsan, elə uşaqlar çox olur. Mən səni indi pul verib yola sallam, amma çalış, heç vaxt belə yola əl atma, yaxşı? Baş istəmir. Mən də sənin bir əmin. Haçan lazım oldu, gəl məndən istə, yaxşı? Baş istəmir. Söz verirsən, Söz əmi. düz edirsən, ana üçün hər şey eləmək olar. Tək analar ölməsin. Hər yola əl at, amma oğruğa əl atma. Sən gəlin məndən bunu götürməmiş, istəsəydin, mən səni artıqlaması ilə yola salacaqdım. Gəl elə, bunları mən verirəm sənə. Həm dərmanlarını alarsan anan, həm də yeyinti alarsan, sabah da gələrsən sənə artıqlaması ilə pul verirəm, yaxşı? Çox sağ ol əmi. Bir də oğurluq eləmə, yaxşı? Baş istəmir. Get sabah səni burada gözləyirəm. Baş. Sağ ol. Sağ ol. Elə bildim oğrudur. Allah nə çarəsiz insanlar var ilahə. Özün heç bir ananı yataq xəstəsi eləmə. Heç bir balanı anası ilə imtihan eləmə ey əziz Allah.